Hər vaxtınız xeyir olsun bütün izləyicilərə salamlayıram. Bugün sizə belə bir V211 panorama təqdim edirəm. Yəni əsasən satışa biz bu kuzalardan V211 satışa çıxardarkən həmişə elə olur, lüku da olmur və yaxud da tək lüku olur, panorama qeyd edirik. O dəqiqə şərhlərdə bildirirlər ki, yox bu panorama deyil, lüku yoxdur, damuşşə deyil. Amma ki, digər hər hansı bir Hyundai olarsa biz damuşşə ilə ona Hyundai X35 panorama qeyd eləsək, deyəcəklər ki, panorama Mercedes olur. İlk bunlarda damuşşə gəldiyinə görə belə deyək, dilimizə panorama kimi adı oturub. Hal-hazırki maşının ili 2004. Maşının heç bir detalında kraska yoxdur, buferlər xaric. Yəni belə el dili ilə desək, bes kraskadır. Bəziləri var, o bes kraska sözündə bizə irad tuturlar. Qardaş, yəni bu bizim səhifə maşın satışı səhifəsidir. Məlum məsələdir. Burada avtomobillərin bazarda işlənilən jargon sözlər və yaxud da ki, belə deyək, sizin dilinizə uyğun gəlməyən sözlər də olsa, bazar sözlərinə uyğun maşınlar haqqında məlumatlar verilir. Lük işləy vəziyyətdədir. Maşın çox ideal vəziyyətdədir. Dəri salon. Avangard. Bes kraska. Göy şüşələr. Qəşəng disk təkəri var maşının. Allah. Bakavinləri tərtəmiz. Detalları özünün. Qabağı da tərtəmiz. Yəni vuruqdan müdardan söhbət gedə bilməz. Qabağa hətta ütüb bufer qoyulub. Nikellərləndir, kantları gördüyünüz kimi. Çox səliqəli, qəşəng maşındır. Buralar xəssəli olur, panoramalarda çox var. Buralara xəssəli olur, sığılır eləyir. Çeşqa dörd gözlərdə o qapıların arası olanda bunlarda da oraları çox vaxt paslayır. Əla vəziyyətdədir. Ağ rəngdə belə, yəni maşın gözlə göründüyü kimi həqiqətən də çox ideal vəziyyətdədir. Xenon faralar. Qiyməti 17.000 manat və ofis haqqı. Ola bilər, bəziləri üçün baha görünər, bəziləri baha olduğunu bildirər. Amma ki, ideal panoramanın inanın ki, yəni qiyməti üstündədir. Hətta 20-21-ə bes kraska panorama deyənlər var. Maşın işıq saçır. Motoru korobkasında heç bir problem yoxdur. Yürüyüşü 260-dır, nədir belə bir şey. Yürüyüş də həmişə yaddan çıxır çox vaxtı. Yadımıza düşmüşkən elə baxıb deyək. Neçədir problem? 271 min. Ha? Mini elə bir 271 min kilometr. 3.2 benzin. Elektromobildir bəlkə. Bazar olsun qardaşlar. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Kreditlə də əldə eləməyə imkanı var. Bu ideal vəziyyətdə panorama.